Bayram tətilində əmisi gilə qonaq gələn Bakı şəhər sakini 42 yaşlı Kəmalə Əmrahova səssiz ölümün qurbanına çevrilib. Belə ki, yaxınlarının verdiyi məlumata görə ixtisasca həkim olan qadın vanna otağında dəm qazından dünyasını dəyişib. Qardaşım qızıdır, mən də şəhid atasıyam. Qonaq gəlmişdi bizə. Bu insan oruçdan bir xanım idi. Prosta girdi hamama, bilməmişik. Başını yuməyə bilmədik də, dəm qazdı, mən nə bilim, nə olan şeydir. Yoldaşım dedi, gəlib bir yarım saat, 5 dəqiqə oturub söhbət eləmədi. Yarım saat dedi, nə geçsəydi. Yoldaşı dalına gedəndə görüb hamamda yıxıldı. Buna baxmayaraq yaxınları kliniki ölüm ehtimalı ilə qadının təcili yardım vasitəsilə Tovuz rayon mərkəzi xəstəxanasına aparıblar. Bioloji ölüm təsdiqləndikdən sonra meyit müayinə üçün məhkəmə tibbi ekspertiziya və patoloji anatomiya birliyinin Tovuz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma davam edir. Kamran Əskiparalı bugün informasiya proqramı üçün.